Əziz valideynlər, 1 yaş yarımdan başlayaraq uşaqlarda istifadə edə biləcəyiniz müxtəlif vəsaitlər var. Bunlardan biri segenlərdir. Yəqin ki, hər biriniz satışda bu tipli segenləri görmüş olarsınız. Segen üzərində kiçik taxtası olan fiqurlardır. Yəni uşağın motorik bacarıqlarını inkişaf etdirdiyi dövrdə istifadə etməsi üçündür. Altı bu formada şəkilli olur və uşaq burada əsasən eyniləşdirməni mənimsəmiş olur və hər fiquru öz yerinə, yəni altındakı şəklə uyğun olaraq yerləşdirməyə çalışır. Daha sonra motorik bacarıqlar və eyniləşdirmə formalaşdıqdan sonra uşaq artıq uyğunlaşdırmaya keçir. Uyğunlaşdırma zamanı isə 6 şəkilsiz segenlərdən istifadə edirik. Yəni bu heyvanın kiçik forması aşağıda var və uşaq sadəcə formasını uyğunlaşdıraraq yerləşdirməyə çalışır. Bu artıq uşağın diqqət bacarıqlarının formalaşdığını göstərir. Bu vəsaitləri işlədiyi zaman uşaq bəzən aqressiv davranışlar göstərə bilər və yaxud da segenləri düzgün yerləşdirməyə bilər. Bu zaman maksimum dərəcədə səbirli olursunuz və uşağın yerinə etməməyə çalışın. Onun əvəzində sadəcə bir dəfə göstərin, daha sonra uşağa şərait yaradın ki, özü öz bacarıqlarını sərgiləyə bilsin.